mütəmadi olaraq cənab prezidentin özü dil məsələsini gündəmə gətirir və hətta onun çıxışında çox sevdiyim bir cümlə var. Qeyd eləyirdi ki, Azərbaycan dilini məişət dili olmaqdan çıxarmaq lazımdır. Azərbaycan dili onsuz da zəngin bir dildir, amma bir çoxları dünyanın başqa ölkələrində yaşayan azərbaycanlılar Azərbaycan dilində sadəcə məişət dilində danışırlar, amma Azərbaycan dili mədəniyyətin dili olmalıdır, incəsənətin dili olmalıdır, siyasətin dili olmalıdır. Yəni bizim gündəlik məşğul olduğumuz bütün sahələr, yəni ölkə olaraq bizim gündəmimizdə olan bütün sahələrdə Azərbaycan dili inkişaf eləməlidir. Elmin dili inkişaf eləməlidir. Biz kitablar oxuya bilməliyik Azərbaycan dilində. Övladlarımız ədəbiyyat tapıb oxumalıdırlar Azərbaycan dilində. Bu baxımdan müxtəlif sferalarda Azərbaycan dilinin inkişafına çox ehtiyac var və bu prosesin getməsindən mən narazı deyiləm. Amma vətəndaş olaraq biz bu prosesdə nə qədər iştirak edirik? Yenə burada da bir neçə kateqoriyaya bölmək lazımdır. Birinci biz bilməliyik ki, dil daşıyıcısının önəmi nə qədərdir? Biz hamımız vətəndaş olaraq dil daşıyıcılarıyıq. Bu dili daşıyırıq, nəsildən nəsilə keçiririk, bugündən sabaha keçiririk. Amma təbii ki, mənim, sizin dil daşıyıcısı kimi önəmimiz daha çoxdur. Nəinki sıradan bir vətəndaşın, sizin qeyd elədiyiniz kimi ləhcə ilə danışan sadə bir, adi bir vətəndaşın. Yəni biz özümüz də bəlkə də həyatda danışanda ləhcə ilə də istifadə edirik, danışırıq. Bəli, əlbəttə, mən də evdə ləhcə ilə danışırıq. Çox az danışırıq. Adətən kino dilində danışırıq. Hətta bizə onu irad da tuturlar ki, roldan çıxır, adi həyatda danışanda bəs də dublyaj elədin. Vallah bu dublyaj deyil, bu Allahın verdiyi səsdir və nitqdir. Bir də peşəkarlıq baxımından bir müddət sonra oturuşur, adamın səsi, danışığı olur. Mənim özümə də o qədər deyiblər ki, məsələn, olur ki, kimsə deyir ki, üzümü görmədən deyir, elə bilirəm radio danışır. Bəzən olur belə. Amma bizim bundan başqa, məsələn, mən öz adıma danışacağam. Bizim bu dili daşımaq öhdəliyimiz və bunu yaxşı daşımaq öhdəliyimiz var. Çünki bu birbaşa bizim öhdəliyimizə buraxılıb, birbaşa bizim üzərimizdə məsuliyyəti olan bir nəsnədir. Ona görə də Azərbaycan dilini qoruyurlarmı soruşanda vətəndaşlar yenə də dediyim kimi fərqli yanaşmalar var.